Hər kəsə salam, əziz Teknik dinləyiciləri. Bu yeni bölümümüzə xoş gəlmisiniz. Bu gün günlərdən epizod 9, sezon 3. Ümidvarıq ki, bölümlərimizi yaxından izləyirsiniz və seçdiyimiz mövzular sizə maraqlı gəlir, bizləri maraqla dinləyirsiniz. Əgər belədirsə, bizləri də izləməyi unutmayın, bizlərə dəstək olmağı unutmayın. Dəstəyiniz çox əhəmilidir. Mən sizinlə həmişə kimi Kamran Hasiloviç studiyadayam. Bugünkü seçdiyimiz mövzu süni intellekt iş yükünü azaldırmı və son araşdırmalar bu mövzularda nə deyir? Bu gün ələ almaq istədiyimiz mövzu elə bu süni intellektlə bağlı olacaq yenə də. Bu bənzər mövzularda biz əslində əvvəlki bölümlərimizdə kiçik-kiçik toxunmuşuq və bu süni intellektin və onun gətirdiyi bu yeni alətlərin, yeni proqramların bizlərin iş yükünü azaldıb azaltmayacağı ilə bağlı olacaq bugünkü müzakirəmiz və güncəl araşdırmalar, ən son müzakirələr, belə deyək, bu mövzuda nələr deyir, bu barədə nələr bəhs edir və hansı ki süni intellektin belə deyək, potensial qazandıracağı üstünlüklər nə qədər şirkətlər bu üstünlükləri həqiqi üstünlüyə, həqiqi belə deyək, rəqabətçil nəticələrə, həqiqi gəlirə çevirə bilirmi? Məhsuldarlığımızda iş yükümüzü azaldaraq bizi ən vacib problemlərə fokuslanmağa sövq edirmi? Bu nə qədər belə deyək, gerçəkdir. Gəlin buna bu gün daxil olaq bu mövzuda. İlk öncə gəlin başlayaq. Ən son statistikalar bizə nə deyir? Bizlərə nə göstərir? McKinsey və Company süni intellektin 2025-ci il hesabatı gündəliklər, innovasiya və dəyişimdə qeyd olunur ki, bu hesabatda qeyd olunmuşdur ki, bizneslərin 88%-i hər hansısa bir şöbədə və yaxud da biznes qolunda süni intellektdən istifadə edirlər. 88%. 79% isə generativ süni intellektdən istifadə edir. Bu göstərir ki, böyük bir, geniş belə deyə, yayğın şəkildə istifadə var. Lakin McKinsey Company həmçinin onu da qəbul edir ki, bu qədər geniş yayılmış belə deyək, istifadəyə baxmayaraq sadəcə 2017-ci ilə müqayisədə 5 dəfəyədək artan bu qəbullanma və adaptasiya prosesinə qarşı cəmi 14% tamamilə öz iş proseslərində bunu adaptasiya edibdir. Bunu belə deyək, öz iş proseslərinə, öz workflow-larına inteqrasiya edibdir. Bu çox önəmli bir detaldır, inteqrasiya etmək. Bu da ciddi bir fərqdir və bu onu göstərir ki, vizyonla, belə deyək, müasir dövrümüzün bu süni intellektlə bağlı olan vizyonu ilə gerçəklik arasında böyük bir uçurum var, böyük bir biznes burada strategiya problemi var əslində və bu uçurum hələ də davam edir. Bununla bağlı bir çox belə deyək, CEO-ların, bir çox menecment belə deyək, pozisiyasında işləyən insanların, bir çox şirkət sahiblərinin hələ də etiraf edirlər ki, bizim cavabımız yoxdur bu mövzuya. Görək necə olacaq. 2026-cı il etibarilə isə dünya üzrə şirkətlərin təxminən 79%-i bayaq qeyd etdiyimiz kimi süni intellektdən ən azı bir biznes funksiyasında istifadə ediblər və Fortune 500 şirkətlərinin isə 99%-i süni intellektdən fəal şəkildə istifadə etsələr də tətbiq müxtəlif ölçülərdə geniş yayılmışdır. Yəni burada bir bərabər paylanmadan söhbət getmir. Adətən daha böyük şirkətlər, məsələn, gəlir belə deyək, sinifində 1 milyarddan 5 milyardadək aralıqda illik gəliri olan nəhəng texnologiya şirkətləri və yaxud da digər sahələrdə olan şirkətlər adətən süni intellekti pioner edən, daha öncül belə deyək, bu tərəfdən öncül çıxış edən şirkətlər olurlar. Və 99% bayaq qeyd etdiyimiz kimi Fortune 500 şirkətləri bundan fəal şəkildə istifadə etsələr də hal-hazırda 71% bunun süni intellektin Gen AI tərəfindən belə deyək, bunu adaptasiya edir və hələ də bir çox şirkət bununla bağlı işlər görür, xüsusən də orta və kiçik bizneslər bu barədə hələ də adaptasiya etməkdə çətinlik çəkirlər və geri qalırlar. Bunda sanki eksperimentasiya dönəmindən keçirlər. Bu McKinsey-nin 2025-ci il belə deyək, hesabatında bu özünü göstərir. Hostinger həmçinin o cümlədən bunu bildirmişdi. Əsas tətbiq və trendlər isə bunu göstərir. Carbon IT qeyd edir ki, orta və böyük müəssisələrin 75%-dən çoxu qabaqcıl süni intellekt tətbiq etməyə cəhd edir və aparıcı regionlar bu hesabatda qeyd olunur ki, Şimali Amerika və Avropada müvafiq olaraq 82% və 80% tətbiq nisbətləri ilə liderlik edir. Ən yüksək tətbiqlər təbii ki, IT, marketinq, satış bu sahələrdə süni intellektin tətbiqinin əsas sahələri kimi özünü göstərir. Sənaye liderləri isə McKinsey və Company-yə görə texnologiya şirkətləri 90%-dən çox süni intellekt istifadə etdiyini qeyd edir. Artım trendləri isə təbii ki, müsbətdir. 2023-2024 illəri arasında
55% artım görülübdür. Ancaq çətinliklər bunu bizə belə deyək, bütün bu irəliləyişləri bir qədər sanki geriyə aparır. Çünki bir çox şirkət süni intellektdən istifadə etsələr də öz gündəlik tapşırıqlarında, öz gündəlik iş proseslərində sadəcə 14% bayaq qeyd etdik bu statistikanın cəmi 14% onu proseslərinə tam şəkildə inteqrasiya edə bilib. Yəni bu belə deyək, öz-özlüyündə sanki şirkətlərin öz belə deyək, öz strategiyalarına bunu adaptə etmələri ilə bağlı bir şeydir. Yəni bu süni intellekti belə bir oyuncaq kimi sanki hər kəsin ağzında bu bir faydalı bir sözə çevrilib. Sanki süni intellekt deyən insanı artıq biz mütəxəssis hesab edirik, bu sözü bilən insanı. Amma bu təkcə belə deyək, bunun faydalarından agah olmaq və yaxud da bunu eksperimentasiya eləmək onun birbaşa olaraq gəlirlərə fayda verəcəyi anlamına gəlmir. Biz bunu görürük bu reportdan. Və Benzinga jurnalının dərc olunan Goldman Sachs sorusu bunu qeyd edir ki, bu adaptasiya faizi belə deyək çox aşağıdır. Bir çox şirkətlər tərəfindən tam şəkildə fayda görülə bilmir. Öz təcrübələrimizdən bəs baxsaq, məsələn, iş yerlərinin hansı formada süni intellektə adaptasiya etməyə çalışmağına baxsaq, ən son nəticələr bunu göstərir ki, hələ də sadəcə burnoutdan başqa, yəni zehinlərimizin yorulmağından başqa, yükləmədən başqa və yaxud da belə deyək, iş yükünün qat-qat artmasından başqa bir yan effekt təsiri görməmişik hələ ki, əks effekt görmüşük ancaq. Xüsusən də bu vibe coding deyilən, sanki əhval-ruhiyyədən asılı olaraq, moddan asılı olaraq insanların çox limitli bir kod bilgilərinə sahib olaraq özlərindən yeni proqram yazması, özlərindən belə deyək, yeni layihələr yaratması bu sürət meyarını belə deyək, nə qədər sürətli sən iş ortaya qoya bilirsən. Sadəcə bu sürət meyarını, bircə faktoru optimizasiya edən metodların, strategiyaların önə çıxmağını biz görürük və bu belə deyək, bunlar sanki reklam olunur. Bunlar dəbə gəlir. Amma bu belə deyək, bunların fonunda peşəkarlar və bu sahədə illərini sərf etmiş mütəxəssislər öz-özlərinə soruşurlar və hər kəsdən soruşurlar ki, bəs bu yazılan kodları, bu görülən işləri kim yoxlayacaq? Kim bunları yenidən gözdən keçirəcək? Kim bunların səhv olub-olmadığını belə deyək, test edəcək? Əgər bu kodlar yazılıbsa, bunlar belə deyək, testlərdən keçirilibsə, yenidən digər bir göz, belə deyək, bir cüt göz bunu analiz etməlidir. Bunların effektivliyini görməlidir. Bunları ən azından testlərin nəticələrini bir sənədə yazmalıdır. Bunları dokumentasiya etməlidir. Bu kimi şeylər yenə də biz görürük ki, hələ də bunlar belə deyək birləşdirilməyib. Bunlar qırıq-qırıq qalıblar, belə deyək hissə-hissə qalıblar. Mənim öz müşahidəm bəs nə deyir? Mənim öz müşahidəm bunu deyir ki, iş yerimizdə süni intellektin geniş və sürətli şəkildə adaptasiyasını, onun hər sahədə belə deyək istifadə edərək daha sürətlə eyni zamanda miqdarına belə deyək, eyni zaman miqdarına daha çox iş yükü qoyaraq sanki məhsuldarlığı artırmaq kimi bir dəbin olduğunu müşahidə edirəm, digər bütün şirkətlərdə olduğu kimi. Amma komanda rəhbərləri də, menecerlər də artıq bunun nə qədər effektiv olub-olmadığını sorğulamağa başlayırlar təbii olaraq. Görülən işin o cümlədən keyfiyyətində azalma problemləri var. Süni intellektin gördüyü işi yenidən yoxlamaq, yenidən yoxlayaraq 2 qat iş görmə riski var və yaxud da tərcümə məsələn proseslərində, sənədlərin tərcüməsində limitasiya var, məsələn əl yazısını oxumaq və s. bağlı. Digər məsələn riskli səhvlər ola bilər, potensial olaraq süni intellekt tərəfindən edilə biləcək, xüsusən də riski yüksək olan iş kateqoriyalarından söhbət gedir. Yəni bu kimi problemlər həll edilib qalmaqdadır. Mənim öz şəxsi müşahidəm bunu deyir. Təbii ki, fikirlər bu mövzuda birmənalı deyil. Siz Techweek-in fikirlərini, mövqeyini burada eşidirsiniz, mənim də mövqeyimi eşidirsiniz, amma sanki şirkətlərdən, vəzifələrdən asılı olaraq belə bir müşahidə var ki, şirkətlərdə vəzifə bölgüsündən asılı olaraq fikir ayrılıqları görünür. Məsələn, daha yüksək vəzifəli menecment tutaq ki, pozisiyasında olan insanlar, şirkət rəhbərləri süni intellektin faydalarını sanki görməkdə daha belə deyək, bu sahədə daha dominant görünürlər, daha faydalarına fokuslanmağa çalışırlar və daha səbirsiz davranırlar. Sanki bu mövzuda daha çox nüanslı düşünməkdə gecikirlər. Mütəxəssislərin, elm adamlarının, o cümlədən kod yazan, məsələn, bu sahədə kompüter mühəndislərinin, kiber təhlükəsizlik sahəsindəki peşəkarların, işçilərin isə nüanslı baxışları var və bu sürətli adaptasiya prosesində, bu sürətli qəbullanma prosesində nə qədər resurs itkisi ola biləcəyini və bu prosesin nə qədər insan resurslarının üzərinə yük qoyacağını qeyd edirlər və tam şəkildə bu süni intellektin faydalarından yararlanmaq üçün
onu daha strukturlu bir şəkildə, onu daha belə deyək, sistematik bir şəkildə hansı sahələrdən maksimum bu süni intellektin faydasını biz ala biləriksə, o sahələrdə belə deyək, bu faydaların aydın görüldüyü, akademik şəkildə, elmi şəkildə bunun aydın faydalarının olduğunu sübut olunmuş sahələrdə istifadəsini məsləhət görürlər. Digər tərəfdən isə, yəni bizi təkvik olaraq əslində narahat edən mövzu da bu axımın, bu dəbin insan əməyini ucuzlaşdırması qorxusudur. Biz bunu digər mövzularımızda da bundan bəhs etmişdik. Bu bölümdə daha detallı məsələn buna toxunuruq. Süni intellektin iş yükünü azaldıb azaltmayacağı sualına bir də bu tərəfdən baxsaq, əslində daha çox ümumi yanaşma yox da süni intellektin hansı sahələrdə iş yükünü azaldacağı, hansı sahələrdə isə artıracağı sualı daha belə deyək önə çıxır və bu sahələrdən asılı olaraq iş belə deyək sektordan asılı olaraq hansı sahələrə daha yük düşəcəyi, hansı sahələrin isə üzərinə yük götürüləcəyi sualı ortaya doğurur və belə deyək və yaxud da əgər iş yükünü artırırsa, bu keyfiyyətsiz belə deyək işdir və yaxud da keyfiyyətsiz iş kateqoriyasıdır və azaldırsa iş yükünü bu daha məsələn dayanıqlı və keyfiyyətli işlərdir. Yəni bu kimi kateqorizasiya olacaqmı gələcəkdə? Bu da bir böyük bir sualdır. Bu sualı sizlərə buraxırıq, izləyicilərə. Bunu öz fikirlərinizi bölüşərək bildirə bilərsiniz. Keçən həftə Financial Times qəzetinin The AI Rollout is Here and It's Messy adlı bir video reportajını izlədim. Yəni bunu Azərbaycanda belə tərcümə edə bilərik ki, süni intellekt artıq yuvasından çıxdı, belə deyək, artıq ortalıqdadır və nəticələr çox qarışıqdır adlı bu reportaj idi və oradakı müzakirələr çox diqqətimi cəlb etdi. Videonun altına yazılan o kommenti sizə oxumadan öncə sizə həmin bu araşdırma video reportajdakı MIT Media Laboratoriyasının gəldiyi sınaq nəticələri sizinlə bölüşmək istəyirəm. Nəticələr bunu göstərir ki, 30-40 milyard dollarlıq şirkət investisiyalarına baxmayaraq 95% şirkətlər, 95% bu bir qorxulu rəqəmdir. Hələ ki 0 geri dönüş alırlar. Yəni ciddi heç bir fayda əldə edə bilməyiblər. Bu eksperiment dövründə sanki şirkətlərin belə deyək hamısı bir venture capital məntiqi ilə hərəkət edirlər. Yəni 100 dənə layihə atım ortaya və hansı tutdu. Yəni biri tutsa mən o ilə gedəcəm, 99-u getdi məsələn. Amma bu nə qədər resurslara israf riski yaradır, nə qədər insan resurslarına olan belə deyək əlavə yük riski yaradır, iş yükünün artırılması riskini yaradır. Və s. və s. Yəni bu detalları düşünmədən düşünün ki, şirkətlər böyük bir eksperimentasiya mərhələsindədirlər və bir cəngəllik sanki qanunları dövr eləyir burada və qayda yoxdur. Yəni hər kəs öz təcrübəsini yaşayır və bu təcrübə nəticəsində qabağa çıxan uğurlu nümunələr təbii ki, dominant olacaq və gələcəyi o belə deyək layihələr, o həmin o sektor və yaxud da hansı belə deyək metoddursa, hansı bu iş qoludursa, hansı sahədirsə bu önə çıxacaq. Amma hələ ki bu sahənin hansı sahə olduğunu bilmirik. Hansı belə deyək metod olduğunu bilmirik. Buna görə də bu belə deyək test edək, bir çox metodu sınaqdan keçirək, hansı tutarsa bu davam edəcək. Belə deyək proqnoz edirik biz. Gəlin isə sizə həmin o kommenti oxuyum. Bu kommenti mən ingiliscədən tərcümə etmişəm bu şərhi. Belə deyək, bu şərhin müəllifi bir kod yazan mütəxəssisdir və onun qeyd etdiyinə görə o deyir ki, stat, bir kod yazan mütəxəssis olaraq mən sizə əmin edə bilərəm ki, kod yazma sürəti özlüyündə dəyərli bir ölçü vahidi deyil. Kod yazma düzgün sınaqdan keçirilibmi? Elə bayaq qeyd etdiyimiz mövzu. Əgər bu testləri yaratmaq üçün süni intellektdən də istifadə olunubsa, testlər əl ilə diqqətlə nəzərdən keçirilibmi? Sadəcə 100% nisbətə yaxınlaşmaq üçün, bu pass rate dediyimiz 100% buna yaxınlaşmaq üçün testləri zibil dolu bir dəst yaratmaqdan əmin olmaq lazımdır. Və bu asan iş deyil. Bu işi daha da çətinləşdirir. Bu davamlıdırmı? Anlaşılmasını çətinləşdirən bir dəstə lazımsız abstraksiya yaradırmı? Yenə də bunun buna nail olmaq işi asanlaşdırmır, daha da çətinləşdirir. Çoxsaylı təhlükəsizlik problemlərinə məruz qalan köhnəlmiş asılılıqlardan istifadə edərək kod yaratmışıqmı? Bu təhlükəsizlik risklərinin sayını artırır və işi daha da çətinləşdirir. Yəni ən sonda hər şey işi daha çətinləşdirir. Çatdırılma sürətinin vacib olduğunu başa düşürəm, lakin bu narahatlıqları nəzərə almağımız bir sürətlə inkişaf etsəniz, sonda onlar sizi geri salmaq üçün sizə geri qayıdacaq və əvvəllər düzgün tədbirlər görməyinizdən daha çox zərər verəcəklər. Yəni biz əgər şərhin müəllifinin dediyinə əsasən, biz əgər plansız şəkildə irəliləyiş etsək, bu ən sonda yenidən daha xərcli bir
belə deyək, xərcli olasıdır. Yəni biz mahiyyət etibarilə başda xərcləri azaltmaq üçün, daha çox produktivlik, daha çox məhsuldarlıq almaq üçün addımlar atırıq, amma sonunda baxırıq ki, bu əslində daha da uzun yol imiş və daha xərcli olmuş və zaman resursları, maddi insan resursları ən önəmlisi bunların israfına səbəb olubdur. Nəinki məhsuldarlıq artışına. Və bayaq qeyd etdiyimiz McKinsey və Company-nin qeyd etdiyi, belə deyək, hesabatda adətən süni intellektin belə deyək, keçən ildəki istifadəsinə baxaraq, istifadə dərəcələrinə baxaraq sorğu keçirilir və bu sorğunun nəticəsində hansı sahələrdə süni intellektin daha belə deyək, ən çox faydalar gətirdiyinə belə deyək, qeyd olunubdur. Bu nəticələri paylaşıbdır. Ən önəmlisi deməli innovasiya, işçilərin belə deyək, məmnuniyyəti, müştəri məmnuniyyəti və digər şirkətlərlə olan yarışda, bu competitive advantage dediyimiz digər şirkətlərlə olan yarışda nisbət belə deyək, daha şirkətin öncül olduğu bir şey, şirkətin ixtisaslaşdığı bir mövzu. Bunda daha irəliləyiş nəticələr görülüb, daha yaxşı nəticələr görülüb. Amma məsələn xərc meyarında tutaq ki, xərclər təbii ki artıbdır və 7% hətta işçi xərclərin daha da pisləşdiyini, yəni xərc faktorunun daha da pisləşdiyini deyib və düz 31% işçi isə heç bir belə deyək, effektin olmadığını görüb. Süni intellektin bu belə deyək, tərəfdən heç bir müsbət təsirinin olmadığını görübdür. Yəni ümumi nəticələr belədir, əziz dinləyicilər. Sizinlə bunları bölüşmək istədik, bugünkü gündəmdə olan mövzuları. Və bu müzakirəyə belə deyək, əlavə olaraq sizin təcrübələrinizlə, sizin müşahidələriniz də bizə maraqlıdır. Siz bəs necə düşünürsünüz? Sizin çalışdığınız məsələn şirkətin, qurumun süni intellektdən istifadə ilə bağlı strategiyası varmı? Varsa necədir? Siz özünüz məsələn süni intellektin hansı alətlərindən istifadə etmisiniz? Böyük dil modellərindən istifadə etmisinizmi? Kod yazmaq üçün məsələn müstəqil kod yazmaq platformaları varmı? Cloud-dan və s. bunlardan istifadə etmisinizmi? Bunlardan istifadə edərkən onların ciddi faydalarını istər sizin məhsuldarlığınız üzərində, istər enerjinizə qənaət üzərində, istərsə də məsələn əgər şirkətiniz varsa, öz sahibkarlıqla məşğulsunuzsa, daha çox gəlir qazanmaq aspektindən bunun gerçək faydalarını görə bilirsinizmi? Bizlərlə bunları bölüşə bilərsiniz şərhlər bölümündə. Və bu bölümümüzdə də həvəskar dinləyici olduğunuz üçün çox təşəkkür edirəm. Sağlıqla qalın. Ümidvaram ki, bölümdən zövq aldınız, dinləməkdən fayda gördünüz. Sağlıqla qalın, tekniklə qalın. Növbəti bölümümüzdə daha maraqlı müzakirələrdə görüşəcəyik.